Bugün yeni bir rubrikaya start vermək istəyirəm. Əyri oturaq, düz danışaq. Oftalmologiyada həqiqətləri danışmağa çalışacağam, səmimi olmağa çalışacağım. Birinci nədir? Ekzimer lazer. Yəni eynədən azad olma əməli. Görürəm ki, açıqcası çox yerdə %100 qarantiya ilə %100 azad olacaqsınız və ömür boyu görməniz pozulmayacaq. Amma elm onu demir, tibb onu demir. Bu ehtimal var. Birinci ehtimal, ilk etapda nömrənizin hamısı silinməyə bilər. Təqribən 95%, 98% hallarda olur. Biraz cərrahın təcrübəsinə də asılıdır. Və nömrəniz silindi. Ömür boyu sizinlə bu gözəl görmə qalacaqmı? Dəyişir. 95-98% hallarda qalacaq. Amma 2-5% hallarda zəifləyə bilər və biz buna normal reqres deyirik. O baxımdan yenə də bu çox az bir ehtimaldır. Əməliyyat olmamaq üçün bir göstəriş deyil, sadəcə həqiqətləri bilin istədim.